Berlində ənənəvi Berlin Tea Festival, çay festivalı keçirilib. Dünyanın xüsusən seçilmiş müxtəlif ölkələrindən 70-dən çox iştirakçı öz çay növlərini, keramika və çay ənənələrini təqdim edib. Azərbaycan Almaniyadakı Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə festivalda Azərbaycan stendi də qurulub. Avropanın ən nüfuzlu tədbirlərindən biri sayılan Berlin Çay Festivalına dünyanın müxtəlif yerlərindən çay istehsalçıları və çay sevənlər toplaşır. Bu dəfə tədbirə 2 gün ərzində 10 min ziyarətçi gəldi. Azərbaycan isə festivala ilk dəfə qatılırdı. Festival hər il Berlindəki Silent Green Kultur Kvartiya Mədəniyyət Mərkəzində keçirilir. 2 gün ərzində ziyarətçilər fərqli çay növlərini dadmaqla yanaşı, müxtəlif xalqların mədəniyyəti ilə də tanış olurlar. Festivalın bu ilki şüarı Deep Roots New Growth, yəni dərin köklər, yeni inkişafdır. Bu da qədim çay ənənələrinə hörmət və yeni dadlar axtarışı ifadə edir. Burada Yapon çay mərasimindən tutmuş Hind masalası, Çin olumlarına qədər müxtəlif çeşidlər təqdim olunur. Azərbaycan stendi isə öz qonaqpərvər atmosferi ilə seçilirdi. Mən heç vaxt Azərbaycanda olmamışam. Amma burada çay və şirniyyat dadmaq mənim üçün xüsusi bir təcrübədir. Bu, sanki mənə səyahət hissi bəxş edir və bu ölkəyə birbaşa səfər etməyi çox istərdim. Azərbaycan çayı çox dadlıdır. Mən indiyə qədər tərkibində biraz kəkliyotu olan qara çay içməmişdim. Bu doğrudan da çox gözəldir və içindəki qara çay da mənə xüsusilə xoş gəldi. Burada olmaq çox xoş idi. Bizə çox yaxşı qonaqpərvərlik göstərildi. Çay ləzzətli idi. Bizə çox səmimi davranıldı. Həmçinin şirniyyat da verildi. Gələn ildə Azərbaycanın burada olmağını səbirsizliklə gözləyəcəyik. Festivalda ziyarətçilər yalnız çay dadmaqla kifayətlənmədilər, həm də öyrəndilər ki, Azərbaycanda çay süfrəsi qonaqpərvərliyin və ünsiyyətin simvoludur. Sadəcə bir içki deyil, insanları birləşdirən bir ənənədir. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, Berlin.